Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Hamınızı xoş gördük. Bəli, bu həftədə Etiraf proqramı efirdədir. İnanıram ki, Etiraf proqramını sevənlər oturub etirafın vaxtını gözləyir. Odur ki, qarşınıza bir stəkan çay qoyun və bugünkü verilişimiz özəl bir veriliş olacaq, gözəl bir veriliş olacaq və qonağımın ifa etdiyi mahnılar da sizin ürəyinizcə olacaq. Əyləşin, xoş gəlmişsiniz. Sağ olun, çox sağ olun. Həmişə siz gələsiniz, sənətkar. Təşəkkür edirəm. Necəsiz? Sağ ol, qadanalarım. Var olasan. Mən də bütün, bax bu sizin əməkdaşları, sən başda olmaqla, müdiriyyət başda olmaqla, hər birisinə Allahın can sağlığını arzulayıram. Sizlərə Allah ömür versin, uzun ömür versin. Və sizi izləyən tamaşaçılara da Allah həmişə ömür versin ki... Əlbəttə ki, bizi yaşadan tamaşaçılardır. Bəli. Yəni mən yenə deyirəm, bizi bu səviyyədə, bu yüksəklikdə saxlayan tamaşaçılarımızdır. Bəli. Onların alqışlarıdır və mən bütün xalqımın qarşısında baş əyirəm. Xalqıma əminamanlıq arzulayıram, xalqıma toy arzulayıram, nişan arzulayıram. Amin. Çünki bu millətə toy yarar. Bəli, bəli. Həqiqətən də bəli, bəli. Bizə yalnız toy. Allah bütün evlərə toy qismət eləsin. Amin inşallah. Hamı öz balalarının xeyrin, bəhrin görsün. Amin inşallah. Qızı olanlar qızın köçürsün, oğlu olanlar gəlin gətirsin. Hələ siz də həmişə bax belə toylarda, doğrudan da musiqiçilərdən, sənətkarlardan insana ziyan gəlmir. Onlar olan yerdə toy olur, şadlıq olur, ənənə olur. Vallahi düz deyirəm. Bu arada bir gəlin də mənə qismət olsun, mən də gətirirəm. Amin. Onu da deyim ki, açıq etiraf edirəm. Maşallah. Sizin oğlunuz şahmalıdır da. Şahmalı. Çox maşallah boylu, buxunlu, yaraşıqlı və tərbiyəli oğlandı. Çünki niyə görə ki, o hamıya qarşı elədi, amma bilir ki, mən onun atası ilə çox yaxınam, münasibətim. Ona görə də mən hansı məclisdə olsam, o ayağa qalxır və mənim üstümə gəlir. Bu da onun verilən tərbiyəsindən asılıdır. Yəni, onun özündə də var bu və onun da atıya qarşı olan diqqəti mən yaxşı görmüşəm. Hətta sizin bir baxışınızla o bilir ki, siz nə demək istəyirsiniz. Bu, insanın qanında olmalıdır. Quyuya su tökməklə quyu sulu olmur. Ona görə də çox sağ olun. İndi də görün, nə var, nə yox, nə inirsiniz? Sizi tutmaq olmur. Ya, bir dəfə yığdım, tümendəydiniz, bilməm, Rusiya deyir, şəklini atır mənə burdayam. Bir dəfə atır burdayam, ay qardaş, harada tutub mən səni gətirib bu verilişə. Axır ki, Allah qismət elədi, inşallah. İndi haralıqadır səfəriniz, hələ ki, yəqin ki... İndi hələ ki, yox, bu yayda Allahın köməklə, sən bilirsən ki, bizim əvəzi olmayan bir Qarabağımız var. Bəli. Yəni, Dilbər Güşədir, yəni, o cənnət deyilən bir şey var, yəni cənnət Qarabağdadır. Bəli. Yəni o cənnətimizi bu yay gəzmək, dolanmaq, o havadan, o sudan içmək, yararlanmaq istəyirəm. Ona görə də hələ avqustun axırına kimi hələ başqa bir fikrim yoxdur. İnşallah. Ancaq gedib Dədə-baba yurdumuzu, Laçınımızı, Kəlbəzərimizi, Qubatlımızı, nə bilim, Şuşamızı, Xankəndimizi, onların hamısını gəzəcəm, Allah qoysun. İnşallah. Qismət. Allah qismət eləsin. Qismət. İnşallah. Tacir mənim, ümumiyyətlə deyir ki, sizin bir mahnınız da var. Çox gözəl mahnı idi o. Yolun düşsə bu dünyaya. Yolun düşsə bu dünyaya bir dəqiqə. Doğrudan da. Gedənlərin heç yolu düşürmü bu dünyaya? Mən onu bilirəm ki, reallığı götürsək, daş da əldən gedəndə qiymətdənir. Bəli. Yəni, bir daş parçası belə əlindən düşüb itsə belə, o daşı sən qaytara bilmirsən. Təbii. O ki, qaldı hansısa bir canlını qaytarmaq. Yəni, bu Allaha məxsusdur. Bəli. Amma təsəlli üçün o bizi, o gedənlərimiz, o dünyasını dəyişən və başda şəhidlərimiz olmaq şərti ilə, yəni, onları bir anda elə, məsələn, bizi təsəlli üçün o sözü biz deyirik ki, yolun düşsə bu dünyaya bir də gəlir.
Yəni Əgər düşsə. Əgər düşsə. Əgər düşsə. Amma mən də deyim ki, ruh, mən bildiyim qədərilə ruh 3 dəfə, yəni dünyasını dəyişən bir insanın ruhu başqa bir İnsanın bədəninə girir. Bəlkə də Bəlkə də. mən nə vaxtsa gələcəm. İnşallah. Bəlkə də o... Mən heç kimi bilmirəm, amma sən gələcəksən bütün. Amma doğrudan da maraqlı. Bilirsiniz, Allah bu həyatı bizə verir. Amma gəlin açıq etiraf edək. Biz insanlar bir-birimizin ömrünü kəsirik. İnsanların haqsızlığı, insanların... Bax, bilirsiniz, bayaq çox gözəl dediniz ki, bir daş da belə. Bax, məsəl üçün, bu günləri Tacir Şahmalı oğlu, Allah ömür versin, sağdır. Bax, açıq deyirəm də, amma İraq-İraqda ölüm mənim olsun, məsəl üçün. Belə deyil, həyatda da. Hətta mən özüm belə. Bu günləri dünyada varam, elə bilgirəm ki, bəzi saytlər, bəzi nə bilmələr, elə bilgirəm ki, bizi adladan məsəl üçün yoxdur. Amma İraq, adam dünyası dəyişəndə az qalırlar ki, onun kəfənin də çəksində göstərsinlər və yaxşı sənətkar idi. Nə olar o yaxşı sənətkarın vaxtında qədrin bilində. Bax, indi deyək götürək, məsəl üçün, Yaqub Məmmədov, Xan Şuşunski, Cabbar Qarayağdıoğlu və indi bunlar karifeylərdir. Yəni, bəri tərəfə gələk, Şökət Ələkbərova, Rübabə Muradova, Tükəzban İsmailova, Sara Qədimova, Tükəzban İsmailova, Rəşid Beypidov, yəni bir çoxlarının adını çəkə bilərəm ki, yəni, bax, gözdən yoxdurlar onlar. Nə oxuyublar, onlar qalıbdır. Amma indi bu dövrümüzdə də yaxşı sənətkarlar var. Var. Amma nə yazıq ki, bayağı işlərə qaçırlar. Mən yenə deyirəm, mənə ümumiyyətcə musiqi dünyasında çox böyük haqsızlıqlar olur. Mən çox üzr istəyirəm sizdən də. Yəni, mən bir daha şəxsiyyətin adını çəkə bilərəm ki, yəni o prezident kimi yox ha, dahi şəxsiyyət kimi Heydər Əliyevin adını çəkə bilərəm ki. O insan, mən onları yaşamışam da. Bizdə tədbirlər, iclaslar olanda, iclasdan sonra Heydər Əliyev, Allah ona qəni-qəni rəhmət eləsin, xalq dünyadadır. O bir dənə konsertimizi keçirmirdi. Hökmən konsertdən sonra bütün musiqiçiləri yığırdı, onlarla görüşürdü. Bəli, artıq o adət halı. Bəli, o adət halı. Onları elə bir ki, ona laqeyd yanaşmırdı. Umut verirdi. Bəli, və prezidentimizin bizim bizə o vaxt ayırması, bizdən elə o maraqlanması mənim üçün dünya idi. O qədər sevinirdi ki, Heydər Əliyev gəldi, bizi görüşdü. Hətta bir dəfə məni aldı qucağına, məni öpdü. Dedi ki, sən nə gözəl oxuyursan. Sən dedi, böyük gələcəyin var. Özünə dedi, qulluq elə, marajla yemə, söyüq içmə. Allah'ın da o zaman bunu ulu öndərimizin mən xeyir duasını almışam. Amma nəyə görəsə, bu dövrümüzdə bax, o işlər yaşanmır, o işləri görmürük. Mənim bayaq Şirazım dövlət tərəfindən, dövlətimizə mənim canım qurban, dövlət tərəfimizdən qorunub saxlanmış bir musiqidir Bayat Şiraz improvizəsi. Yəni bunu mən 11 yaşımda beynimə gəlib oxumuşam və bu Qızıl Fontada saxlanır. İndi buna oxşar bayağı musiqiləri, bayağıdan istifadə edir, orijinal qalıb qıraqda. Bu düzgün deyil, bu düzgün deyil. Artıq mənim o Bayat Şirazımı, o əvəzi olunmaz bir Bayat Şirazımı örtbasdır eləyib. Hansısa bir bayağı musiqini onun üstünə qaldırmaq istəyirlər. İndi sizə bir söz deyim. Siz özünüz etiraf edirsiniz ki, bu, siz də balaca deyirsiniz, həddi yaşınız var və nə olsun ki, uşaqlıqdan səhnədəsiniz, amma tarix, deyir, əlini açdın, artıq yarım əsri keçmirsən də, budur. Siz özünüz etiraf edirsiniz ki, bu günləri Azərbaycan muğamında demirəm, musiqisində bir əməlli başlı xaos var. Niyə ki, muğamında yoxdur ki? Elə muğamında da var. Muğamı siz yaxşı bilərsiniz. Yox, muğamında da var. Artıq mən bayaq dediyim sözü nə məqsədlə deyirəm? Bizə Moskvada mən
bir elçənlik idi, məni dəvət ediblər ora. Bizdən qabaq ora rəqqaslar çıxdılar, mənim bayat şirazımdan çıxdılar. Amma bayağı bayat şiraz, təzdən onu kompüter nəzərdən düzəlmiş bir bayat şiraz, ayrısı oxuydu, değil mi? Təyyarın oğlu oxumuşdu, onu oxuydu. Gördüm, oğlan gəldi mənə dedi ki, müəllim, sizə canım qurban dedi, bax, sizin musiqinizlə dedi, görürsən, rəqsimizi də onunla başlayırıq. Dedim, çox gözəl təşəbbüsdür, amma o mənimki deyil axı. Sən orijinalla, bu padelka, yəni bayağı gəlir də, o padelka nə deyil? Padelka, yəni, nə bilim, süni. Süni. Yəni, əvəz edici. Əvəz edici. Orijinalla süniyə, siz ayrı deyiləyə bilmirsiniz. O cavan oğlandı, mən ona başa saldım və telefonuma girdim, məndə orijinal var axı onun. Göndərdim, dedim, əgər istəyirsənsə, orijinaldan istifadə elə. Əsli, sənədin də olur da, biri var əsli, biri var yazılı əsli ilə düzdür. Yəni ki... Mən indi elə bir ki, bax bu dövrdə, yəni orijinalla sünni ayrı eləyə bilmir. Bəlkə də eləmək istəmirlər. Bəlkə də ayrı eləyirlər. Bilirsiniz, yaxşı, tutaq ki, budur. Bax, sizin haqqınız var deməyə. Bu günləri ümumiyyətlə, gəlin açıq bunu da deyək də, bu günləri artıq efirlər ağzına qədər dolub oxuyanlarla. Oxuyanlar deyirəm, ha, oxuyanlarla. Onların güya hər bir oxuyan bu günlər düzgün oxuyur. Elə populyar oxuyan var, bir dəqiqə, məsələn, bir dənə, nə bileyim, trend deyirlər, brend deyirlər, bilmirəm, mən başım çıxmır, valla. Trend. Ay müəllim, sən trendi özümüz də yarada bilərik. Trend ilə özləri yaradırlar. Ay sağ ol da, indi yaxşı. Əgər trendi oxuyan bir adam, fonoqramla gözəl oxuyur adam, amma bugün efirə gəlir, bir dənə xalq mahnısını yaman günə qoyur, oxuya bilmir. Səs yoxdur, xaric. Biz insanlarda da çox günah var. Mən məsəl üçün toyumu, oğlumun toyunu eləsəm, Allah qoysa, qismət olsa, inanın Allaha. İndi düzdür, bizdə məsəl üçün ansambl yoxdur, bu dəqiqə hal-hazırda bir şey yoxdur. O da görə mən qonaqlarımı deyirəm, fonoqramla oxuyun. Amma ansambl olsa siz özünüz yaxın durmursunuz. Amma mən şəxsən evladımın toyunda muğam, musiqi, canlı ifa, sənətkarlar, bir dənə də fonoqram olmayacaq. Mən onu istəyirəm. Çünki hər o, Allah rəhmət eləsin, rəhmətlik Bəxtiyar Vahabzadə, yəni mənim üçün o dahil. Bəli. Dahil. Doğrudan da dahil şahid. Qısa bir şeyini deyim, deyir, nəsənsə özün ol, özündən yapmış. Bəli. Dünənə arxalan, bugündən yapmış. Bəli. Nəsənsə özün ol, sən özün olmalısan. Sən bizim keçmişimiz, yaxşı musiqimiz var, zəngin musiqimiz var. Bəli. Folklor musiqilərimiz var, xalq mahnılarımız var, hansı ki, əvəz olunmaz. Bəli. Heç bir musiqi onu üstələyə bilməz. Dünənimiz də bizim keçmişimizdir, bizim yaxşı keçmişimiz olmaq. Bəli. Bizim dədələrimiz, babalarımız, bizim babəklərimiz, bizim Səlçuqlarımız, bizim məsələn Osmanlılarımız, yəni biz onlardan süzülüb gəlmə insanlarıq ki, dədəmiz, babamız, hətta bizim qadınlarımız belə kişilər qeyrətdə vuruşmuş qadınlarımız olub. At sürüb, qılınc oynadı, tüfəng atıb, bəli. Yəni bilirsiniz nətərdir. Mən ümumiyyətcə o sözünü o qədər mənə, o şairin sözü o qədər təsir eləyir ki, dünəni arxalan, dünən bizim keçmişimizdir. Bəli. Bu gündən yapış. Sabahı çünki bilmirsən nə olacaq. Allah kərimdir. Bəli. Sabah kim garantidir ki, sabah nəsə olacaq? Adam var gözlərində 2 il bundan qabağın söhbətini eləyir. 2 il bundan qabaq hələ olacaq. Sən bu gündən yapış, bu günü. O insanlar bədbəxtdir. Çünki həmişə belə deyim də var ki, məsəl üçün artıq dünəndən danışma. Dünən ötdü, keçdi. Sabahdan da danışma. Sabah bilmirsən nə olacaq. Bu günü yaşa. Bugünün qədrini bil və bugünü əldən vermə. Lütf olunmuş gündür. Bəli. Allah onu bizə bağışlayıb, yəni bugün sənindir. Təbii. Yaşa. Bəli, yaşa. Amma adam var ki, büyün qalıb qıraqda, bu 10 ayın, 1 ilin, 2 ilin xəyalın qurur. O insanlar nə bilir ki, onu yaşayacaq, yaşamayacaq. Sən bilirsən ki, heç bilmirik. Mənim gözümün işığı, sən bilirsən, sən gələnlə qədər yaşayasan, ya bir
sabah yaşayarsan. Yox, heç O kim bilmir ha, Heç kim bilmir. Allah bilir. Allah bilir. Bizə Allahımız bilir. Nənəm rəhmətli hər yatanda, duranda deyirdi, Allah sənə çox şükür olsun ki, bugün də sağ-salamat durdum. Vallah, bu günləri bax, çox şükür olsun ki, bu günləri biz neçə illərdən sonra yenə də oturduq, etiraf verilişində üz-üzə gəldik. Yəni, bu da Allahın bir lütfidir, bu da olmaya bilərdi. İlham müəllim, inanırsınız ki, məsələn, yəni bizim dədə-babalarımız, yəni onlardan danışıram ki, mənim bir nənəm vardı. Allah rəhmət eləsin. Hə, Diliş, adı Diliş idi. Ata nənəmin adı Dilbar idi, ana nənəmin adı Diliş. Deməli, bu Diliş nənəmiz elə bir bizə gəlirdi, bizdə bir həftə qalırdı, sonra gedirdi o biri oğullarına belə. Bizdə qalanda mən ona fikir verirdim. O adam yatağında kəlmə şəhadətini hər gün kəlmə şəhadətini oxuyub yatırdı. Biz qorxurduq, deyirdik ki, Allah, görən nənəmə nə olacaq. Amma, yəni, ölümü ilə dostluq eləyən olublar, köhnələrimiz. Çünki yəni, bu da həqiqətdir ki, hər bir insan ölümü ilə dost olmalıdır. Adam var ki, heç, bəlkə də fikirləşir ki, mənə ölümü. Ölümü fikirləşmir. Adam var fikirləşmir. Bir dənə bir misal deyim, bir balaca. Bir gün bir axund söhbət elədi, ağıllı bir axundudur. Dedi, iki nəfər dedi, dost görüşürlər, öpüşürlər, görüşürlər, salam, nə var, nə yox, nə tərsən, nə edirsən, deyir ki, heç nə, xəbərim var da, filan kəs rəhmətə getdi. Deyir ki, kim? Deyir, filan kəs də tanımırdım, bizim evimin dalında yaşayıb eldir. O da rəhmətə getdi. Yəni, onu elə deyir ki, o rəhmətə getməyəcək. O da rəhmətə gedəcək, bu da rəhmətə gedəcək. Bu da rəhmətə gedəcək. Hər bir canlı gedəcək, mən də gedəcəm. Allah vaxtında eləsin. Amin. Vaxtsız ölüm qismət eləməsin. Amin. Ona görə də ölümünlə dost olmalısan. Bəli. Çünki o hər dəqiqə sənin üçün var. Mən bunu deyirəm, reklama keçirik. Mən özüm bu yaşımda inanan inansın, inanmayan da inanmasın. Bunu Allahın bilir, mən bilirəm. Hər gecə ağlım kəsəndən, hər gecə mən də nənəmdən örgənmişəm. Hər gecə kəlmə şəhadətimi deyirəm. Mən də deyirəm. Və Allaha deyirəm ki, Allahım, mən səndən ömür istəmirəm. Səndən möhlət istəyirəm ki, o iki balamı bir yerə çıxardım. Ondan sonra yenə də olsa aparacaqsan. Amma bizi aparacaq, amma bu reklama aparmaq olmayacaq. Reklam gəlsin. Ondan sonra yola gedir, reklamdan sonra görüşək. Çok güzel. Bayaqki söhbətimizi bu musiqi ilə, mahnı ilə tamamladınız. Doğrudan da günlərin bir günü Dünya verəcək bağda məni, görənlər olmayacaq. Bir də bu dünyada. Bir də bu dünyada məni. Bunu təəssüflər olsun ki, anlayanlar anlayır, amma anlamayanlar da anlasın ki, bu dünya bizə bir balaca bir ömür yaşayır. Bu ömrü elə yaşayaq ki, heç kimin qəlbini sındırmayaq, heç kimin arzusunu rəyində qoymayaq, heç kimin göz yaşlı qoymayaq, yıxılana əl tutaq, dəyərli insana dəyər verək və dəyərli insanın dəyərin sağlığında bilək. Yoxsa o dünyadan köçəndən sonra bu belə idi. Bu günləri baş daşı, göz yaşı tök baş daşının üstünə, sinə daşının üstünə. O daşdan axıb gedəcək və yaxud da ora gözəl görürəm, güllər qoyurlar, o güllər neyniyəcək? O güllərin heç bir xeyri yoxdur. Bizim Allah rəhmət eləsin, bu mahnını yaradan Elnur Vali. Allah rəhmət eləsin. Balaxanda bir el şənliyində bunu oxudu, mənim xoşuma gəldi. O da indi olmasın, indi istəməsin, mən çox istəyirdim. Həqiqətən, mən də onu çox istəyirdim. Siz istəməyən var. Mən ona dedim, Elnur, bunu mənə ver, mən də oxuyum. Dedi, ustad, bu sənə qurbandır. İstəyirsən ələ sözlərində dəyişiklik, dedim, dəyişiklik lazım deyil. Mən bunu oxuyacam, sənə də təqdim edəcəm. Nə yazıq ki, mən onu oxudum, amma ona təqdim eləyə bilmədim. O dünyasını dəyişdi. Onun da ruhu şaddır. Bu günlər onu da xatırladık, onun məkanı cənnət olsun, heyf ondan. Yəni budur da, dünya budur. Dünya budur. Mən nə bilərdim ki, mən Elnur'un fikirləşirdim ki, mahnısını oxuyum. Ona göstərim ki, bax, mən də belə bu səbkidə oxudum. İndi İlham müəllim, yenə də qayıdıram Bəxtiyar Vahabzadəyə, Allah ona qəni rəhmət eləsin, dahimiz. Qısa bir fragmentini deyəcəm.
onun böyük bir şeiri var. Səndən doymaq olarmı həyat? Sən nə şirinsən. Nə şirinsən. Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən. Bu həyat. Onun qədrini bilənlər üçündür. Bəli. Orada bir epizod var. Deyir ki, dünən qoca bir qarı, dilində ahuzarı, bu dünyanın əlindən gəlmişəm zara dedi. Bir dəfəlik ölmürəm ki, üzüm qutara dedi. Ürəkdən mi söylədi o bu sözü görəsən? Xeyr, inanmıram mən. Dilində söylədisə də, ürəyində o dərhal rənət şeytana dedi. Yəni bir insan özünə ölüm diləyir. Amma bir anda baxır bu tərəfə ki, ay yox, mən nə danışıram? Həyat şirindir axı. Çox şirin. Həyat gözəldir. Həyat sənin kimi insanlarla gözəldir. Yaxşı qardaşlarımızla gözəldir. Paxıl olmayan insanlarımızla gözəldir. Yaxşı ağsaqqallarımız var, onlarla gözəldir. Bu həyatın dadını çıxar. Ağbirçəklərimiz var, gözəl qadınlarımız var, qeyrətli, namuslu. Oğullarımız var. Həyat bunlarla gözəldir. Bəli. Yaxşılarla. Bəli. Yaxşılarla. İndi mən yenə deyirəm, mənim həyatda, dünyada neçə dövlət, neçə millət var. Bəli. 72 bilirik, düzdürmü? Mən amma deyərəm ki, mən öz fikrimi deyirəm ha. Mən amma 72 millət yoxdur. 2 millət var. Biri pis, biri yaxşı. Təbii. Tam doğru. İkicə millət var. Bunlar hamısı Adəmdən Həvvadan süzülüb gəlmələrdir. Yəni, hamısı eyni insanlardır, eyni. Sadəcə olaraq, bu budur, bu fransızdır, bu İngiliz, amma eyni insandır, eynidir. Din ayrıdır, din ayrıdır. Dil ayrıdır, Bəli, amma dil, hamımız da eyni, iki göz, eyni insanıq da. Ona görə də həyatda bir pis millət var, bir də yaxşı millət. İndi özünüz gəldiniz, mənə sualı top kimi ötürdünüz. Pis insanlarla çox mu qarşılaşmışsınız? Pis insanlarla qarşılaşmışam. Tamam, mən sizin səmimi etiraf gözləyirəm, bilirəm. Mən pis insanlarla qarşılaşmışam və Allahıma demişəm, Allahım, sən buna şəfa ver, bunu düz yola qaytar. Hidayət elə. Hə, buna hidayət elə. İnsan səhvsiz bir də Allahdır, belə, qurban olum ona. Səhv insan üçündür. Bir gün vaxtımız var da elə yəni. Var. Bir günləri bir müdürikə sual verirlər ki, ağsaqqalımız, ağıllı adamla müdürik adamın arasında fərq nədir? Müdürik deyir ki, ağıllı adam odur ki, səhv eləyəndə, bir bataqlığa düşəndə, ağlının hesabına oradan çıxır. Amma müdrik o səhvi eləmir. Əvvəldən eləmir o səhvi. Bax, müdrik ilə ağıllının budur. İndi bizim insanlarımız var ki, mən görürəm ki, bu pis adamdır. Bəli. Mən görürəm onu da. Amma inan ki, onun özü bilmir ki, o pis adamdır. Bəlkə də bilir. Vallah bilmir. Ola bilməz ki. Yəni, bizə nədir? Bunu Allah belə proqramlaşır. Hə də, bunu qanıb belədir. Hər bir insan öz ayrandına turşlaya bilməz. Amma yaxşı adamı da yoluna döndərmək mümkün deyil. Yox. Sən mənim üçün gözəl bir insansan. Təşəkkür edirəm. Vallahi. Var olun. Mən sənin üzünə qarşı demirəm. Yox, bilirəm. Mən səni çox istəyirəm. Bilirəm. Qarşılıqlıdır. Nə vaxt mənə nə demişsən, demişəm baş üstə. Çünki sən gözəl bir insansan. Allah razı olsun. Sən, necə deyim, ziyansız bir insansan. Allah köməyi olsun. Səni dəyişdirmək mümkün deyil qardaş. Bundan sonra deyil, 50'sini ürgənə göründə çalar. Sən 100 yaş, 120 də yaşa. Səni dəyişmək mümkün deyil, çünki sən yaxşı adamsan. Amma pis adam da. Təşəkkür edirəm. Pis adam da. Yenə onu dəyişmək mümkün deyil. Elə hərrəni fıranı pisliyini eləyir. Sizə bir söz deyim. O pisləri də Allah özü hidayət eləsin. Əlbəttə. Quyu qazan adam özü düşür. Elə pis də bizimkidir. Bəli. Yaxşı da bizimkidir. Bəli, amma kim kimə ki quyu qazır, vallah özü düşür. Yox, bu belədir. Və bu həyat bir miranqıdır. Yaxşılıq eləyirsən də atırsan, vaxt gəlir yaxşılıq özüvə qayıdır. Pislik də eləyirsən, atırsan, pislik özüvə qayıdır. Amma sizə bir söz deyim. Belə bir mənim öz şeirim var idi ki, dara düşüb darıxanda mən Tanrıya üz tuturam, kara düşüb karıxanda mən Tanrıya üz tuturam. Zirvələrə ucalanda, sözüm məndən öc alanda, haqq, ədalət ovulanda mən Tanrıya üz tuturam. Tacir Şahmalıoğlu dara düşəndə
və onun haqqı, ədaləti tapdalananda neyinir? Ümumiyyətcə, qoy, bunu bir balaca saxlayayım, bundan qabaqki fikrimi Buyurun, deyim. buyurun. Allah cəm edənlər bizə rəhmət eləsin. Mənim rəhmətli atam, yəni ürəyi məndə idi. Çünki mən onu evlatlarının içində yaşadan bir evladam. İndiyətə də yaşadıram, onun adı ilə. Allah rəhmət eləsin. Mənim soyadım, yəni Şahmalıoğludur. Bu elə oldu ki, bu rəhmətə gedənə yaxın can verən vaxtları idi. Biz də bu başının üstündəyik. Mənə dedi, oğlum, mən səndən dedi, doymamışam. Sən dedi, mənim övladlarımın o belə rayon dilində desək şəşəsisən dedi. Sən, amma arxeynəm dedi, ölümümdən də arxeynəm ki, sənin kimi bir oğul qov gedirəm. Amma sənə bir tövsiyəm var. Dedim, buyur ata. Dedi, o pəncərənin ağzında bir kitab var balaca, onu gətir mənə. Getdim, götürüm, gətirdim. Dedim, onu verirəm sənə, bunu qoy cibirə. Burada 101 atalar sözü var. Dedi, dara düşəndə atalar sözündən istifadə elə. Heç kimə getmə, heç kimə demə ki, mən çətinə düşmüşəm, neyiniyim? Bax, indi sizin o dediyiniz sualı da tamamlayıram. Verdin. Onda bir... Əla. Mən belə eləyirəm. Əla. Mən dara düşəndə, mən deyirəm ki, Allah bilsin, siz bilin. Yəni, ən doğru. Ən doğru. Amma atalar sözündə bəzi yerlər var ki, mən o çuxura düşmürəm. Mən atalar sözünə baxıram, o ki, yanarır, o söhbət yanarır. Bəli. Məsəl üçün, deyək də, nəysə. Atalar sözünə baxıram, görürəm, o yazılı bir şey orada. Artıq orada var. Artıq var. Tacir müəllim, təşəkkür edirəm. Bu mahnı ilə məni uşaqlığa qaytardınız. İnanın, belə bir mahnı var idi, Tormuz Hüseyin. Hə, elə oldu. Biz oxuyurduk, deyirdik, deyirdik, maşın gedər, toz eylər, oğlan qıza göz eylər, oğlan da taksi olmaz, hər nəysə qız eylər. Ada vay, vay. Yəni, bunu Allah ölənlərinizi rəhmət eləsin, rəhmətli atam da həməşə böyle yiyip sen kişiydi də özü için. O vaxtı mağar toyları olurdu. Allah rəhmət eləsin, Aşıq Şakir zad gəlirdi, sazdan belə. Mikrofon zad yox idi. Biz də uşaqlara yer verən kimi idi ki, otururduq bir də qəzet salırdıq yerdə. O taxtalar da belə atırdılar, yeməkxana ayrı idi, toyxana ayrı idi. Yani ne güzel, gece saat neçə kimi muğamlar, musiqilər, biz də otururduq, qulaq asırdıq, həmən anlara qaytardınız məni. Allah hamd olsun, bax, budur, budur, gözəl, çox gözəl. Təşəkkür edirəm. Bir gözəllik də vardı. Deməli, Laçın, Kəlbəcər, məsələn, Şuşa, Ağdam, yəni mən çox yerlərdə oldum, dağlıq zonalarını deyirəm. Qubatlısı, nə bilim, Zəngilanı. Deməli, mağar qurulurdu, mağarda toy gedirdi. Qız gəlin utanırdı içəri girməyə, mağarı belə deşirdilər belə. Oradan baxırdılar. Oradan baxırdılar. Bəli. Gör, nə gözəl, nə gözəl. Yadınıza gəlirsə, o vaxtda 3 gün idi toy. 3 gün, sonra 5-6 bazar. 2 gün idi, sonra 1 gün oldu, indi gəlin açıq etirəm. 4 saat toy olur, ya olmur. Onda da gelirsə dam badırıb, ləzzət getdi. İndiki toylarda mən məna görmürəm. Qazanlar asılırdı belə. İşte vallahi çox çeşitli yeməklər olmurdu. Bozbaş da olurdu. Salad olurdu mövsümə uyğun. Lülə, tükər, elə də vardı, bozatma verirdi, eləsi vardı, şalampır verirdi. Varlı rayonlar kebab verirdilər də. O varlı insanlar, kebab sonradan oyanlar. Çıxdı. Kebab sonradan. Amma mənim xatırımdadır ki, bir kasa bozbaş idi, küftə bozbaş, parça, maça. Ay sağ ol. Özdə o masadan sarı cəmaat dava edirdi. Bu masa nə qədər olar? Adel xələt göndərirdin ki, aşpaza denən mənim masam. Qırmızı onluq verirdilər ki, o masadan versinlər. Onluqda ki, onluqdur. Nə gözəli, nə gözəl. Hay fotoylarımızda hətta dəvətnamələr paylanırdı. Məsəl üçün, sizin oğlum filankəsi toyuna dəvət edirəm, toyu idarə edir Tacir Şahmalıoğlu, Tacir Şahmalıoğlu'nun şəklini də vururdular üstünə. Allah'ın olsun, nə gözəl idi. Ay, indi yox, indi bir də WhatsApp-la atırlar bir-birinə, getdi, dəvətnaməyə gəlib, rayon yerlərində atla
atı olanlar məsələn atla paylayır da dəvətnamələri. Qadınlara da ki belə yadıma gəlir bizdə Allah Şirvan zonasında Allah rəhmət eləsin. Muğan adlı bir qadın idi. Balaca Allah o dünyası versin. Amin. Bir də görürdük ya 3 dənə oğuldu, ya 4 dənə oğuldu, ya 2-3 dənə konfet götürürdü, verirdi. Flankes sənin qızının toyuna çağırır. Mütləq nənəm gəlir, ya anam gəlir, ona nəsə nəmər verirdilər. Kimsə 1 manat, kimsə nə bir corab, nəsə çox gözəl idi. Çox gözəl. Nə gözəl. Hayır, biz qayıtdıq, getdik keçmişə. Allah hamd olsun. Quran hamd olsun. Hətta bizim zonada, Sabirabad zonasında var idi bəy, sağdış, soldış, bir də xan. Bunlar toy günü atla ata binirdilər, bütün qonşuları gəzirdilər və gedirlər, bəyin ixtiyarı çatırdı ki, hansı qonşunun kəndi cəmatının hamısının içinə girirdi, hansı toyuğu istəyirdə tuturdular. Və axşam bəy başına yığılan cavanlar üçün o toyuqlar, soğutmalar olurdu. Nə gözəl, bəyin konsatı gedirdi. Mən də, yenə deyirəm, millətimə qurban olum. Mən Azərbaycan xalqı üçün yəni canımı qurban verirəm belə. Yəni bizim millətdən gözəl millət yoxdur. Bəli. Heç olmayacaq da. Çünki bizim mentalitetimiz, bizim adət-ənənələrimiz, yəni Azərbaycan milləti bütün millətlərin içində seçilən bir millət. Bəli. Qurban olum Allaha. Yəni Allah Taala'dan arzum budur ki, Ali Baş Komandanımıza Allah can sağlığı versin. Amin, amin, amin. Yəni o mən şəxsən özümlə danışıram. Mənə o yaşatdığı o sevinç var. Mən deyirəm ki, Allah onun bütün əshabələrinə yaratsın o sevinci, o gözəlliyi. Amin, amin. İndi Qarabağımız artıq alınıbdır. Bax, indi deyirsin ki, gəzəcəm, torpaqlarımı gəzəcəm. Bu özü böyük bir şeydir. İndi vaxtdır, artıq vaxtdır. Bayaqları dediyim kimi, deyir, nəsənsə özün ol, özündən yapış. Bəli. Biz özümüz çox böyük. Sadəcə olaraq biz özümüzü hələ dərk eləmirik ki, biz nə boyda millətik. O gözəl folklarımızı qaytaraq, o mağar toylarımızı qaytaraq. Yəni qaytaraq. Niyə qayıtmır ki? Ali Baş Komandanımız bizim üçün yaratdı da, artıq yaradıb onu. Bəli. Alınıbdır torpaqlarımız. İndən belə orada həmin şadlıq sarayı tikmək əvəzinə yaxşı mağaralar qurun. Valla. Artıq insanlar alışıb hazıra. İndi baxarsınız, orada da şadlıq evi tikəcəklər. İndi tiksələr də belə şadlıq evi mağarın yerin verə bilməz. Verməyəcək. Verməz. Verməyəcəklər. Çünki o gözəllik. O yeməkdən ki, odunun iyi gəlmədi. Allah. Valla, indi gelin samavar çayında bir də qazda. Bir o var ki, qazda qaynamış çay. Bir o var samavarı orada. Çarpa-çarpdı orada. Ay Allah, ay Allah. O mağar toyları qaydı idi. Heç nə demirəm. Kaş qurban olma Allaha. Amin. Qayıtsın. Qaytar o da. Bu tarixə peçat vurur da. Siz öz rayonunuzda. İnşallah. Vallahi düz deyirəm. Allah mən bax, indi Şahmanın toyunu eləyəcəksən. İndi gəl açıq deyək. Bax, indi bax burada, ay millət, qulaq asın. Bax, mən bu veriliş efirə geyəcək. İnşallah Tacir müəllim oğlu Şahmanın toyunu eləyəcək. Harada eləyəcək? Restoranda. Mən Şahmanlı toyunu mağar toyunu eləyəcəm. Yox, bir dənə elə mağar toyu, bir dənə də eləyəsən restoran. Restoran üçün elədiyim 100-150 nəfər olacaq, amma o kütləvi elədiyim toy mağar toyunda olacaq Buzovnada. Çünki mən orada istəyirəm palatlı olsun. Eşitdiniz ha, yadınızdan çıxarmasın. Mən buradan deyirəm, Allah rəhmət eləsin. Sən başda olasan da. O heç də, mən oradan qardaşımın balasının toyudur. Əlbət ki, sən Allah rəhmət eləsin bizim dünya şöhrətli, əvəz olunmaz şairimiz Zəlimxan Yaquba. Allah rəhmət eləsin. Yadıma gəlir ki, onun o böyük oğlu da hal-hazırda mənə baxırsa, deyirəm, bala, sizin atanız evdən getmədi, eldən getdi. Eldən getdi. Yəni, o bizim dəyərlimiz idi. O oğluna toy eləyəndə, mən bilirsiniz, hasar qonşuyum. Bilirəm də. Deməli, and olsun Allaha, səhərə qədər mağarda yemək, içmək, çalıb, oynamaq, bütün mağarın uzunluğu yox idi, nə boyda. Cəmaat yedi işli evində elədi, sonra da restoranda da bir az yığdı. Mən bu yaxınlarda getmişdim Gədəbəyə. Mənim dostum Aydın var, Moskvada yaşayırlar, onun qardaşı şəhid olmuşdu. Biz getdik, şəhidi dəfn elədik Gədəbəydə. Allah rəhmət eləsin. İndi may ayındakı gözəl ayda, yəni gül, çiçək. Nəsə bizi dostlarımız yol üstü dedi, bir bulaq başı var, gedək orada deyək, onu sonra siz gedin də.
Gəldim, ay Allah, indi mən onun sağ görüntüsünü göndərərəm, məndə var. Bütün dağ, dərə, çiçək, gül, uzandım belə fısında. Özümü çəkirəm. Dedim, Allah sənə rəhmət eləsin, gözəl insan, ya Zəlmuxan Yaqub. Demirsən ki, sevsə məni biz alamın balası, ölüb elə bu yerlərdə qalar. Bunu elə düz deyib də, valla. O yerdə ölüb qalmalı yerdir. Valla, indi siz xeyirdən danışın, mən sizə bir söz deyim. Bizim söhbətimiz nə gözəl alınır. Valla, deməli, mən də Gədəbəyə o vaxtı bir hardasa, bir 10-15 il bundan qabaq bir yasa gedmişəm. Yasa gedmişəm, o vaxta kimi də mən heç bir yasda çörək yeməmişəm. Yeyə bilmirəm, ümumiyyətlə yeyə bilmirdim. Getdim yasa, sabah olacaq, 7 sabah olacaq, bugün hazırlıq görürlər. Gördüm bir dənə cöngə kəsirlər. Allah, cöngə elə bir gidən kişmiş kimi ət. Arvadlar onu ocaqda pişirdilər. Özü də taxta belə çömçələr olur, taxta ilə belə heç nə. Köhnə adətimiz. Yerində kəkirik otun iyi, oradan buradan. Allah, mənim də o dostlarıma gedmişik. Deyirlər ki, acıdıq dedim, vallahi mən də acıdım, yiyəcəm. Allah yiyəcəm. İnanın Allaha. Əsl acımaq oldu. Bax, oturdum, yedim. Ondan sonra Allah şadlı qismət edirsə, ondan sonra da bütün rəhmətə gedənlərin hesabından yeyirəm. Allah'a hamd olsun. Yəni, o tutmağı ilə doğrudan da insan harada ləzzət alırsa, insan yaşadığı yerdən, oturduğu yerdən, getdiyi yerdən, hətta qonaq gedirsə, məsələn, belə qonaq gəlir ki, bura deyirəm, ay Allah, bir saat tez tamam olaydı, çıxıb geliydi, danışmayırdı. Amma Allah'ıma hamd olsun, bəlkə 3 saatda tacir müəllimlə danışsam doymaram. Necə ki, telefonda doymuram, hərdən danışanda. Yenə də, tacir müəllim, ümumiyyətlə, həyat mürəkkəbdir, biz bilirik. Həyat gəlizdir. Həyat amansızdır. Həyat zalımdır. Bəs insanlar necə? Hal-hazırdakı devirdə insanlar zalımlaşıb, yoxsa sizin fikrinizcə necə? Mən onu qısa deyəcəm sizə. Bax, bizdə... Olsa sizin uzunla işiniz yoxdur. Bizdə Ağdamda, mən konkret deyirəm də, biz Ağdamda yaşayanda, bizdə məsəl üçün atam bir də görürdün ki, bir kuzu kəsdi, bir kuzunu kəsdi, özümüz üçün əmilərim, əmişahlarım da yığılıb burada bir kuzunu yiyəcəyik. Atam deyirdi ki, valla, boşqaba qoyurdu, deyirdim, onu apar Umud əmgilə ver. Onu apar filan əminə ver. Tüstüsü gedər. İyi gələr. İyi gələr. Yəni, böyüklərimdən mən ona görə, mən tamam başqa bir insanam da. Mən böyüklərimə belə tərbiyə görmüşəm ki, insan qonşunun da uşağını fikirləşməlidir. Bir qohumun da uşağını, lap belə qohum olmasın, elə başqasının uşağını fikirləşməlisən ki, öz uşağın tək yedi qutardı bu, yəni bu yetmir də. Mən bunu belə görmüşəm. Amma indi tamam başqadır. İndi deyirsiniz zalim. Bu zalimlik deyil, nədir? Məsələn, mən öz balamı yedizdirirəm, neyinirəm başqasının balasını. Amma elə deyil. Elə deyil. Deyir bir insan, əgər birinin canı ağrıyırsa, onu hiss eləyirsə, canlıdır. Amma bir başqasının ağrısını hiss eləyən o insandır. İndi insanlar biraz azalıb. Yəni, mənim, Ramanada yaşayıram, fakt, bütün qonşularımdan ürəyin istəyən vaxt sorğu-sual apara bilərsən. Bütün qonşularımdan çox mehribanam, hamısını çox istəyirəm. Haradasa bir şərlərində, xeyrərində o saat gedib başın üstünü kəstirirəm. Yəni, hamısı mənimdir. Tək mənim balam yeməyinə deyil, hamının balası yeməlidir. Sözünün qüvvəti. Bax, eyni biz pakaliniki, ona görə də dedikcə mənim yaramın o qaysanı qopardırsan. Nənəm rəhmətli həyətdə təndirdə çörək pişirirdi. Təndirimiz də yolun qırağında idi. Bir 15 dənə çörəyi aparırdı ki, təndirə yapırdı. Anam çox pişirirdi, 30 dənə pişirirdi. Ailəyə baxır da, kifədə baxır. Yəni bir 15 dənə, 20 dənə pişirirdi, bilirdi ailəmi üçün. Gələndə 5 dənə çörəklə gəlirdi. Ay nənə, bu çörək hanı? Ay bala, filan kəsin gəlini gedirdi, onun iyi gəlirdi. Filan kəsin uşağı gedirdi, onun iyi dəyərdi. O çörəyi belə, bax, yəni o vaxtlar var, o vaxt ki da çörəyi insanlarla, indiki insanların fərqi budur. Elə bil zalimlaşıblar, elə bil
Yəni özlərindən başqa ayrı şey fikirləşmirlər. Danışsaq bunları qurtarmayacaq. Allah bizi, İnşallah. bizi də nənəm demiş ki, şəri şeytandan, quru böhtandan, Amin mərd inşallah, mazardan, amin elə bizi inşallah. izləyən tamaşaçılar, pis insanlardan, qəlbi paxır olan insanlardan, xəbis olan insanlardan, mərd mazardan, nankorlardan, o əli ilə verirsən, yedizdirirsən, sonra sənə düşman kəsilir ha, sənin qabağını kəsir ha, sənə quyu qazır ha. O insanlardan qorusun və o insanların inşallah özlərini o quyuya salsın. Mən sizə təşəkkür edirəm verişimizə gəldiyiniz üçün. Vallahi yəni doymadım səndən söhbət eləməkdə. Bir dəfə bu verişi görüb ala bilsənsə bir iki saat oturaq bir yaxşı danışaq. İnşallah, inşallah. Mən təşəkkür edirəm. Sağ ol, mən də sənə. Doğrudan da əsl etiraf oldu. Doğrudan da səmimi söhbət oldu. Doğrudan da əsl insanlıqdan, adətimizdən, ənənəmizdən, kökümüzdən, hər şeydən danışdıq. Bax, etiraf budur. Mən sizə təşəkkür edirəm. Sağ olun ki, dəvətimi qəbul elədiniz. Gəldiniz və gözəl sözlər, gözəl söhbətlər və sonda da indi sağollaşırsınız, sonda da bir mahnı ilə sağollaşacaqsınız inşallah. Məmnuniyyətlə, məmnuniyyətlə. Bir daha da birdən bizi izləyən bütün tamaşaçılarımıza can sağlığı arzulayıram. Evinizdə həmişə huzur olsun, balalarınıza toy qismət olsun, qız balalarımız köçsün, gəlin köçsün, ana olsunlar. Amin.